Hər vaxtınız xeyirli olsun, dəyərli futbol sevərlər. Gündəmdə olduqca maraqlı futbol və transfer xəbərləri, ayrılıq xəbərləri var. Qarabağ Newcastle öncəsi Newcastle-dan maraqlı açıqlama. Eyni zamanda Qarabağ komandası, hücumçunu yola salan Qarabağ komandası kimləri transfer etmək istəyir? Gündəmdə kimlərin adları var? Bunları sizin nəzərinizə çatdıracaq. Biletlər də satışa nə vaxt çıxarılacaq? Bir qədər sonra məlumat alacaqsınız. Sona qədər təbii ki, izləsəz. Videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun. Mən isə bu və ya digər məlumatları sizin nəzərinizə çatdırım. Elə biletlərdən başlamaq istəyirəm. Dəyərli dostlar, aldığımız məlumata görə Qarabağ komandası Qarabağ Newcastle maçı üçün biletləri artıq sabah satışa çıxaracaq. Qeyd edim ki, oyun 18 fevral tarixində 2026-cı il saat 21:45-də Tofiq Bəhrimovla Respublika stadionunda baş tutacaq. Eyni zamanda Newcastle komandasından maraqlı bir açıqlama var. Onu da sizin nəzərinizə çatdıracağım. Hal-hazırda ekranda da 18 fevral tarixində canlı yayımda kanalımızda Qarabağ Newcastle maçını izləyə biləcəyinizi sizlərə çatdırırıq. Həmçinin heyətlər, iştirak ərizələri də sizlərə təqdim olunur, dəyərli dostlar. Newcastle komandası çox maraqlı addım atıb. İlk öncə onu sizin nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, aldığımız məlumata görə Newcastle komandası öz rəsmi səhifəsində bu komandanı dəstəkləmək üçün Bakıya gələn azarkeşlərinə müraciət edib və müraciətdə xüsusilə vurğulanıb ki, ayın 17-sindən 18-nə keçən gecə Azərbaycanda oruzluq daxil olacaq və səhər saatlarında Azərbaycanlılar oruz tutacaqlar. Eyni zamanda Azərbaycanın tarixi abidələrinə, xüsusilə Şəhidlər Xiyabanında çox diqqətli olmağa və hörmətlə yanaşmağı tələb ediblər öz azarkeşlərindən. Bu yanaşmaya görə mən Newcastle komandasına təşəkkür edirəm. Bir çox klublarda bu həssasiyyət çatışmır. Və azarkeşlərə öncədən yerli xalqın adət-ənənələrinə, tarixi abidələrinə və dəyərlərinə hörmətlə yanaşmağı rica edib Newcastle komandası. Buna görə təşəkkür edirəm. Rəqibimiz olmasaydı uğurlar da arzu edərdim bu maçda, amma rəqibimizdir. Qarabağ komandasının qələbəsini arzu edirik. Dəyərli dostlar, gələk transfer məsələlərinə. Bildiyiniz kimi Qarabağın gənc hücumçusu Nəriman Axundzadə Amerikada MLS-də çıxış edəcək və Messinin rəqibi olacaq. Təbii ki, onun komandadan ayrılması bir mənalı deyil. Bəzi futbolçular, bəzi azarkeşlər onun getməsini istəmirlər, bəzi azarkeşlər getməsini istəyirlər. Təbii ki, Nəriman özü üçün məncə daha yaxşı olacaq, daha yüksək maaş alacaq. Qarabağda ayına təqribən 12.000 manat maaş alırdı, amma orada mövsümünə, ilk mövsümdə 1 milyon, sonraki mövsümlərdə daha çox maaş alacaq Nəriman Axundzadə və onunla 2029-cu ilin sonuna qədər müqavilə bağlanılıb, uzun müddətli müqavilədir. Yəni Nəriman milyonçu oldu deyə bilərik. İnşallah ki, daha çox gəlir qazansın. Biz də buna sevinərik. Təbii ki, Nəriman perspektivli futbolçu idi. Azarkeşlər bəzən haqsız davranırlar, amma insan deyil, umduğu yerdən yüksər. Niyə Musa Qurbanlı yox, digər bir çox futbolçular var ki, özünü doğrultmadılar komandada, amma onlar o qədər tənqid olunmadılar. Nəriman bu qədər tənqid olundu, çünki Nərimandan gözləntilər tamam fərqli idi. Və görünür ki, bu təzyiqlər də Nərimana kifayət qədər çox təsir elədi və Qurban Qurbanov da qeyd edib ki, Nərimanın getməsi klub üçün yaxşı olmasa da özü üçün yaxşı olacaq. Çünki hardasa nəsə oxuyurdu, nəsə görürdü və bu onun bütün psixologiyasına təsir edirdi. Getsin, toparlansın, tək onun üçün yaxşı olsun deyir Qurban Qurbanov. Həmçinin Nəriman Axundzadə də vida paylaşımı eləyib. Onu da sizin nəzərinizə çatdıraq, dəyərli dostlar. Vida paylaşımında nə yazıb? Çox sağ ol, Böyük Qarabağ ailəsi. Maraqlıdır ki, bax burada Nəriman Axundzadə azarkeşlərə təşəkkür etməyib. Bəlkə də Böyük Qarabağ ailəsi deyəndə azarkeşləri də nəzərdə tutub, amma çox güman ki, azarkeşlərin onu incitdiyini nəzərə alaraq bəlkə də sağollaşmayıb azarkeşlərlə. Ümid edirəm ki, milli komandamızın da üzvüdür.
karyerası möhtəşəm olar və Azərbaycana da fayda vermiş olar. Mən isə digər xəbərləri sizin nəzərinizə çatdırmağa davam edeyim. Bəs Qarabağ komandasından hamı transferi gözləyirdi. Hamı gözləyirdi ki, Qarabağ hücumçusu transfer edəcək, amma Qarabağ 100 minə sadəcə bir sol cinah müdafiəçisi transfer edib ki, Orxan Sübhanın sözü ilə desək, bu futbolçunun qiymətini yasamalda 2 otaqlı ev almaq olmur. Təqribən Çempionlar Liqasından 80 milyon qazanan Qarabağ komandası niyə bu qədər simicilik edir, əlini möhkəm saxlayır? Aldığımız məlumata görə Qarabağ komandası pul gəldi deyə tələsmək istəmir və onlar düşünürlər ki, artıq yeni transferlər indi etsələr belə onu Newcastle oyunlarda buraxa bilməyəcəkdilər. Çünki komandaya uyğunlaşmaq məsələsi var. Bilirsiniz, Qurban Qurbanov müəyyən müddətdən sonra komandaya uyğunlaşandan sonra əsas oyunlarda şans verir yeni transferlərə. Belə olduqda transfer etməyə tələsmədilər. Transfer pəncərəsi bağlanıb, amma müqavilə azad agent statusu olan futbolçular transfer edə bilərlər və icarə götürə bilərlər futbolçular. Və Qarabağ komandası da hal-hazırda 5 hücumçu ilə danışıqlar aparır aldığımız məlumata görə. Onlardan xüsusilə ikisi ilə daha yaxından danışıqlar gedir. Bunlardan biri Samba Sumano, digəri isə Derek Lakertadır. Dəyərli dostlar, ilk öncə qeyd edim ki, Qarabağ komandasına transferi daha yaxın görünən Samba Sumanodur. Hansı ki, bu futbolçu Fransanın Lorient klubunun futbolçusudur. Qeyd edim ki, Lorient klubu ilə cəmi 6 aylıq müqaviləsi qalıb, 6 aydan da az müqaviləsi qalıb. Qarabağ komandası hal-hazırda bu futbolçunu icarəyə götürmək, 6 ay sonra, yəni iyun ayının sonlarında isə bu futbolçunu öz sıralarına qatmaq istəyir, transfer edərək. Transfer hüququnu almaqla icarə götürmək istəyir. Ön müqavilə də bağlandığı bildirilir. Yaxın günlərdə ola bilsin ki, bu futbolçunu Qarabağın sıralarında görə bilərik. Əslində, Qarabağın Premyer Liqada vəziyyəti yaxşı olsaydı, bu futbolçunu yayda heç bir təzminat ödəmədən transfer etmək niyyətində idi Qarabağ komandası. Amma hal-hazırda Sabah komandasından Premyer Liqada 4 xal geridə qalırlar və çempionluq əldən gedə bilər. Çempionluq əldən gedərsə, növbəti mövsüm Çempionlar Liqası da əldən gedəcək deməkdir. Hətta belə deyək, bu Qarabağın gələcəkdəki perspektivinə də təsir edə bilər, əgər çempionluğu əldən versə. Bu 4 xalalardan götürmək üçün Qarabağ komandası güclənməlidir. Çünki artıq heyətin kasadlığı səbəbindən çempionatda, kubokda, eyni zamanda Çempionlar Liqasında mübarizə aparmaq çox çətin olur. Ona görə də neçə gündür Neftçidən xahiş edirlər ki, oyunu təxirə salsın. Amma heyəti geniş tutsaydılar, Neftçinin xahiş etmək məcburiyyətində qalmazdılar. Ona görə də Qarabağ komandası hücumçu almaq istəyir ki, çempionluqda büdürəməsin, dəyərli dostlar. Təbii ki, Sabah komandası da bu il yaxşı çıxış edir və transferlər də elədi. Qarabağ və Neftçidən fərqli olaraq, indi hərəsi bir transfer edədilər Neftçi ilə Qarabağ, amma bu transfer etmək sayılmır. Danışacağım bir qədər sonra. Dəyərli dostlar, gələk deməli Samba Sumanlıya icarəyə götürəcək, ya da ön müqavilə bağlayıb yayda transfer edəcəklər. Eyni zamanda Derek Lakerta ilə də danışıqlar o yöndə gedir. Bu Derek Lakerta haqqında məlumat verməzdən öncə Samba Sumano haqqında, dəyərli dostlar, sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu futbolçunun hal-hazırda transfer dəyəri 4 milyon avrodur və Lorient klubunun futbolçusudur. 28 nömrə altında çıxış edir, 25 yaşı var, 1,82 m boyu var. Senegalın Dekar şəhərində doğulmuş mərkəz hücumçusudur, dəyərli dostlar. Sağ ayağı işləkdir. Qeyd etdiyim kimi müqaviləsi Lorient klubu ilə iyun ayında başa çatır. Və Derek Lakerta'ya gəldikdə, Derek Lakerta hansı ki 2023-cü ildə də Qarabağ komandası bu futbolçunu Paneferdina İspaniya 2-ci liqasından transfer etmək istəyirdi, amma həmin vaxt 1,2 milyona qədər düşmüşdü Paneferdina komandası, amma Qarabağ komandası həmin təzminatı ödəmək istəmədi və Derek Lakerta başqa kluba keçməli oldu. Kuyuba'nın futbolçusu olsa da Sport Recife-də icarəsində çıxış edirdi və yanvarın 1-dən qayıdıb Kuyuba'ya. Yenə də Kuyuba komandası bu futbolçunu icarəyə vermək istəyir. Eyni zamanda satışını da həyata keçirə bilər. Sport Recife-də özünü yaxşı tərəfdən göstərmişdir, lakin rəhbərliklə yola getmədiyinə görə
o kluba transfer olunmadı, icarədən qayıtdı dəyərli dostlar. Qeyd edim ki, o bu Portuqaliya 2-ci liqasında ən uğurlu futbolçulardan biri olub, bombardirlərdən biri olub vaxtı ikən və məncə Qarabağda çox fayda verə biləcək futbolçudur. Hündür boylu futbolçudur, 1 m 91 sm boyu var, mərkəz hücumçusudur. Hal-hazırda transfer dəyəri 1,5 milyon avrodur, 26 yaş var. Braziliyanın Rio de Janeiro şəhərində doğulub. Qeyd edim ki, Cuiabá komandasının futbolçusu həm mərkəz hücumçusudur, həm alternativ hücumçu 10 nömrə kimi çıxış edə bilir, həm də sol cinah wingeri kimi çıxış edə bilir. Bax, belə futbolçuları Qurban Qurbanov xoşlayır. Ona görə də həm də uzun müddətdir artıq bu futbolçunu izləyir. Məncə bu futbolçunun Qarabağa keçidi daha realdır və Qarabağa daha çox fayda verə biləcək futbolçudur. Derik Laketanı inşallah ki, transfer edə bilərlər dəyərli dostlar. Siz nə düşünürsünüz? Qarabağ komandası Derik Laketa yoxsa Sumanonu transfer eləsin? Bu barədə fikirlərinizi yazın şərhlər bölümündə. Dəyərli dostlar, klubların yeni reyting siyahısı açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünya klublarının yeni reyting siyahısını açıqlayıb. 502 komandanın yer aldığı siyahıda Qarabağ komandası bir xeyli irəliləyib, 9 pillə irəliləyərək, deməli 9 pillə irəliləyib və 60-cı yerdə qərarlaşıb 200 xalla. Mississippi Premier Liqasının lideri Sabah komandası 96 xalla 224-cü sıradan 211-ci sıraya yüksəlib. Zirə 63 xalla 418-ci, Araz Naxçıvan 59 xalla 468-cidir. Siyahıya 595 xalla PSG liderlik edir. Neftçi komandası ümumiyyətlə ilk 502 komandanın arasında yoxdur, amma qarşıdakı oyunlardan sonra, qarşıdakı təbii ki, statistikalarda Neftçini görə bilərik, çünki son oyunlar özünü yaxşı tərəfdən göstərir və qələbələri sıralayır. Dəyərli dostlar, Neftçidən söhbət düşmüşkən qeyd edim ki, xəbər verilmişdir, Breno Almeydanı transfer edəcəklər və dünən rəsmən açıqlandı bu futbolçunun transferi Etnikos klubundan transfer olundu. Təbii ki, Neftçi komandası bir transfer elədi. Bruno Almeida ilə 2,5 illik müqavilə bağladı. 27 yaşlı futbolçu növbəti illərdə Neftçinin uğurlar üçün çalışacaq. Həmçinin Rıza Cəhvarovla müqavilə müddəti artırıldı və icarəyə verildi Qəbələ komandasına. Qarabağ komandası isə bircə Qnalini transfer elədi. Yəni bu transferlər əslində nə Neftçi azarkeşlərini, nə Qarabağ azarkeşlərini qane edə bilməz. Son vaxtlar bir-biri ilə belə deyək, qalmaqalda olan bu iki komanda əgər çempionluq uğrunda, liderlik uğrunda mübarizə aparırlarsa heyətlərini gücləndirməlidirlər, amma hər ikisi transfer bazarında çox zəif təsir bağışladı. Azarkeşləri məncə sevindirmək lazım idi, yeni güc qatmaq lazım idi heyətə. Dəyərli dostlar, Qarabağ komandasının futbolçusu Chris Kouakou yola salına bilər yay transfer pəncərəsində. Bu barədə məlumatda sizin nəzərinizə çatdırım. Daha ətraflı məlumatı növbəti videoda sizin nəzərinizə çatdıracağıq. Chris Kouakoudan Qurban Qurbanov razı deyil. Azərbaycan Premyer Liqasında növbəti cəzalar açıqlanıb. Qurban Berdiyevə deməli cəza verilib. Cəza nədən ibarətdir? AFFA İntizam Komitəsi Turan Tovuzun baş məşqçisi Qurban Berdiyevi cəzalandırıb. Komitənin bugünkü iclasından belə qərar qəbul olunub. Cəzaya səbəb mütəxəssisin Azərbaycan Kubokunun 4/1 final mərhələsinin ilk oyunları çərçivəsində Kəpəzə qarşı görüşdə etdiyi hərəkət olub. Qurban Berdiyevə hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəza verilib. Həmçinin onun köməkçisi Yunus Hüseynov da cəzalandırılıb. O hakimin qərarına etirazına görə ikinci sarı vərəqdən qırmızı vərəq aldığı üçün bir oyun buraxacaq və Turan Tovuz isə 2500 manat cərimə olunacaq. Bundan əlavə Qurban Berdiyevə verilən cəzaya görə də 10.000 manat cəza alıb Turan Tovuz komandası. Ümumilikdə 12.500 manat cərimə olunub. Bəli, dəyərli dostlar, bax belə. Bu da sizə çatdıracağımız sonuncu xəbərdir. Düşünürəm ki, sizlər üçün də maraqlı xəbərlər oldu. Elə isə videonu hələ də bəyənməmişsə bəyənin. Şərhlər bölümündə hələ də fikirlərinizi yazmamışsınızsa mütləq yazın. Kanala abunə deyilsinizsə abunə olub bildirişi açıq tutun ki, növbəti videolarımızı və canlı yayımlarımızı izləyə biləsiniz. Növbəti videoda görüşmək ümidi ilə hələlik.